Spoonful hazırlayıram. Bunun üçün bir yumurtanın sarısı, 2 xörək qaşığı un, 2 xörək qaşığı qarağıdalı nişastası, yarım stəkan şəkər pudrası, gördüyünüz kimi 2 xörək qaşığı qarağıdalı nişastasını da əlavə edib, sonra isə üzərinə yarım stəkan şəkər pudrasını əlavə edəcəm. Kənarda 4 stəkan süddür. Boşqabın içərisində hazırlayıb qoymuşam. Şəkər pudrasını əlavə edirəm və bir paket vanil əlavə edəcəm. Ehtiyac yoxdur, sadəcə mən əlavə edirəm. Videomu sona qədər izləyin. İzləyib hazırlayan hər kəsə öncədən deyirəm, nuş olsun. Həqiqətən çox dadlıdır. Mikserlə biraz qatışdırıb, sonra isə ocağın üzərində vamxodda bişirəcəm. Biraz qatışdırıram beləcə. Südün hamısını əlavə edirik. 4 stəkan südün hamısını əlavə edirik. Baxın, qoymuşam ocağın üzərinə. Vamxodda bişənə qədər beləcə qarışdırmaq lazımdır əl mikseri ilə. Hamar və qəşəng bişsin. Gördüyünüz kimi artıq yavaş-yavaş bişir, qatılaşır və biraz da qatılaşsın. Qatılaşdıqdan sonra ocağın üzərindən götürüb qoyacağım, soyulmalıdır. Baxın, artıq demək olar ki, hazırdır yavaş-yavaş. Və mən indi götürüb qoyacağım, soyusun. Soyuduqdan sonra boş qaba əlavə edib bu spoonfulun içidir. Və üzərinə şokolad bişirəcəm. Şokolad əlavə edəcəm, dekoru əlavə edəcəm üzərinə. Baxın, şokoladımızı da bişirirəm. Şokoladımız da artıq hazırdır, demək olar ki. Və mən indi keçəcəm spoonfulumuzu hazırlamağa. Spoonful hazırlamaq üçün spoonfulumuz artıq soyuyub, qəşəng boş qaba əlavə edirəm beləcə. Və bir də mən üzərinə pichonla əlavə etdim. Ehtiyac yoxdur, amma mən əlavə etdim. Amma əslində bu spoonfulun altına biskek əlavə edirlər. Ovub altdan biskvit əlavə edirlər. Sonra üzərinə spoonful əlavə edirlər. Sonra şokolad. Amma mən belə hazırladım. Üz görünüşünü və dekoru çiyələkdən və pichonla qırıntısını əlavə etdim. Çiyələklərin də üzərini beləcə şokolad ilə dekor etdim. Həqiqətən çox gözəl, əllərimə sağlıq. Üzərinə bir də ağ şokolad da dekor edəcəm. Çox gözəl oldu, həqiqətən maşallah. Və bu da artıq tam hazırdır. Soyuducuya qoyuruq. Axşamda hazırlasaq daha yaxşıdır. Səhərə qədər tam qəşəng alsın. Və bu da mən İlyaliyeva sizə spoonfulumu hazırlayıb təqdim edirəm.